Salam izləyicilər, xoş gördük hər birinizi. Bugün yenə Fidan müəllimə bizə Azərbaycan dilindən bilmədiyimiz bir qaydanı izah edəcək. Buyurun Fidan müəllimə. Bəli, bilmədiyimiz, amma bilməyə məcbur olduğumuz qayda. Bilməliyik ki, adlıq hal, qeyri-müəyyən yiyəlik hal, bir də qeyri-müəyyən təsirli hal. Bu üç hal bir-birinə bənzəyir. Evet. Səbəb? Suala qulaqsın. Adlıq hal, qeyri-müəyyən yiyəlik hal və qeyri-müəyyən təsirli hal nədir? Bir-birinə bənzəyir. Səbəb odur ki... Qohum ola bilərlər də, yəni bir-birlərindən qohum. Oxşar başqa şəkilçiləri, adlığın yoxdur şəkilçisi, bunların da şəkilçisi görünmür də. Şəkilçi yoxdur. Üstündə də şəkilçisi yoxdur, ortaq cəhətləri budur. Bəli. Fərqləndirmənin ən rahat yolu. Birinci, təsirli hal mütləq yanında feil gətirir. Məsələn, su... Qab yumaq. Olar əslində. Qabı yumaq. Olar. Su aldım, xəbər verdim, kitab Bəli, kitab aldım. Məsələn, kitablarımız artıq bütün kitabxanalardadır. Aha, dərsə qaynatmayın dərsi. Deməli, yanında feil varsa, bu olur qeyri-müəyyən təsirli hal. Amma tövsiyə edərdim ki, düz bu qayda 100% ödəyir. Tövsiyə edərdim ki, ikinci qayda ilə yanaşı yoxlayın bunu. Qeyri-müəyyəni müəyyənə çevirin. Kitab aldım, yox, kitabı aldım. Həm yanında feil görəcəksən, həm də eyni zamanda qeyri-müəyyəni müəyyənə çevirəcəksən. Rahat. Bəli. Məsələn, hədiyyə aldım. Hədiyyəni aldım. Bəli. Hansı məntiqlə ödədi? Həm yanında feil var, həm də aça bilirsən. Bəli, çox rahat, çox təsirliyə. Getdi. Qeyri-müəyyən yiyəliyi bəs necə tapın? Bu yadında idi ki, məsələn, təyin söz birləşmələrini yadda saxlamaq olurdu. İkinci növdən səhv eləmirəmsə. Bəli. Məsələn, İkinci növ təyin söz birləşməsinin birinci tərəfi. Məsələn, kitab vərəqi. Ay, sağ ol. Əla. Harda ikinci növ təyin söz birləşməsi görsəz, onun birinci tərəfi mütləq qeyri-müəyyən yiyəlik. Kitab vərəqi. Nə bilim, dövlət himni. Bəli. Müdavim balı. Və əsasən də burada da ikinci qayda ödəyəcək ki, demək olar ki, qeyri-müəyyən yiyəlikləri müəyyənə çevirmək olur. Kitabın vərəqi, dövlətin himni və s. Qəşəng, bu da rahat. Yerdə qalanlar da görsən ki, nə ikinci növün tərəfindədir, nə yanında feil gəlib, yerdə qalan hər biri adlıq hal sayılır. İndi burada bir gözdən qaçan məqam ola bilər deyə onu elə İslamətli müəllimə sual verim. Məsələn, mən getdim cümləsində mən hansı haldadır? Mən getdim. Feilin yanında da qeyri-müəyyən təsirli götürmək istəyərdim. Amma... Niyə götürmüşsünüz? Əslində bayaq dedik ki... Mənim getdim olmur bir. Feil biraz uyğun gəlmir, o təsirli feil deyil, ona görə. Onlar elə, mənim getdim düz gəlmir. Bəli, əslində... Yəni, iki qayda var idi orada, ikinci qayda işə yaramaz. Bəli, onu biz bilərəkdən ən axıra saxladıq ki, görək müdavim o məntiqi tutacaq, yoxsa buraxacaq. Deməli, əgər feilin yanındakı belə deyək, ismin yanındakı təsirli feildirsə, o zaman həmin isim təsirli hal sayılır. Yox, əgər ismin yanındakı təsirsiz feildirsə, adlıq hal. O zaman orada adı altında təsirsizdir, təsir edə bilmədi deyə orada təsirli hal yoxdur. Bəli, çox gözəl, çox pakizdir. Mən getdim adlıq halda, düzdür? Səbəb odur ki, getdim təsirsiz feildir. Həm də şəkilçi əlavə eləmək olmur da, mənim getdim olmur. Bəli, yəni təsirlik hal, təsirli feillə işlənməlidir. Başa düşdünüz? Başa düşmədinizsə, videonun altına rəy bölməsini üstəgəl qoyun. Amma ümid edirəm ki, kifayət qədər açıqlayıcıdır, mən başa düşdüm. Yəni, düzdür, ikinci növ təyin söz birləşməsi hissəsini bilirdim, onsuz yadındaydı, amma o birislər qarışdırırdım. Deməli, feil gəlibsə və həm də şəkilçi əlavə eləmək olursa, qeyri-müəyyən təsirli haldır. Amma o feil təsirli feil olmalıdır. İkinci növ təyin söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yiyəlik haldır. Qalan bu hallar ödənmirsə, adlıq haldır. Bu qədər sadə. Düzdür. Bir də kitabımız var, bizim bir balaca. Aylardır gözləyirsiniz ki, müəllim, kitabı hardan əldə eləmək olar? Artıq ölkənin bütün kitab dükanlarından bütün kitablarımızı əldə edə bilərsiniz. Qayda kitabı da bir neçə gün artıq bütün kitabxanalarda olacaq. Bu iki kitab artıq sizlərin xidmətindədir. Belə əcdahalarımız, kitabla bağlı suallarınızı yenə videonun rəy bölməsində yaza bilərsiniz. Dəstək ola bilərik. Sağ olun, növbəti videolarda görüşərik. Hələlik.